başına papaq qoyub mən kişiyim deyən bir saxlayar. Bizim kənddə elə kişilər var idi ki, biləgin yoğunluğunda bığlar var idi. Amma onların biləgin ənliği bir belə ənli. Hələnşi kişilər olub burada. Ona görə qırız deyib, qırız adlanıb, qırız kəndi adlanıb. Dala elə biraz, dala elə. Baba salam. Nətərsiz? Şükür Allah'a. Neçə yaşınız var? Neçə yaş versən mənə? 25. Ay sağ ol, lap düz. 34'ten hesapla da bala. 87. Bəli. Maşallah, maşallah. Gedək söhbət eləyək. İləyək nə söhbət istəyirsiniz? Ürəyiniz nə söhbət istəyir ondan eləyək. Məni ürəyim istəməklə də gəl, sizin ürəyiniz də istəsin də. Neçə ildir bu bığ saxlayırsınız? Bir cavan vaxtında saxlamışam. Cavan vaxtından belədir bığınız. Yəni uzanan kəsirəm. Onda qulağı dibindən keçir. Amma dəhiyyək verəcəksən. Nə? Dəhiyyək. Dəhiyyək nədir? Bəs bu yaş, neçə yaş var sənin? 35. Bəs 35 yaşa gəlibsə dəhiyyək bilmirsən. Öyrədin bilək. Sən necə? Bilmirəm baba, yalandan nə deyim? Necə bilməyir? Bu yalandan, bu nə sözdür? Bu vaxtaca heç yerdə eşitməmişsiniz? Dəhiyyək? Hə. Xeyr. Nədir dəhiyyək baba? Daha nə? Heç nə. Gəlin bura gəlin. Qırız kəndi haqqında danışa bilərsinizmi? Tarixi haqqında. Qırızın tarixi bilən yoxdur. Əvvəlimci. Ancaq birinci bu ili ölənlərin dəqiq bilməyirlər. Orada məktəb üçün yer açdılar, məktəb tikmək üçün qəbirlər.